Bismillahirrahmanirrahim. Esselamu aleykum və rəhmətullah. Xoş gördük sizləri. Allah ibadət itaətlərinizi qəbul eləsin. Allah dualarınızı qəbul eləsin. Nəhcül Bəlağə verilişində yenə də xoş gördük. Əziz və dəyərli ustadımız Hacı Əhliman inşallah yenə də öz gözəl moizəsi ilə, öz gözəl bəyanatı ilə bizi feyziyab edər. Hacı, salamun aleykum və rəhmətullah. Salamun aleykum və rəhmətullah. Necəsiniz? Şükür, elhamdülillah. Allah kömək olsun. Allah razı olsun inşallah. Hacı, biz Nəhcül Bəlağədən 17-ci xütbədə qalmışdıq, ikinci hissə. Ki, orada Həzrət Allahın acığı gəldiyi ikinci şəxsdən danışır. Deyir, Allahın acığı gəldiyi ikinci şəxs isə وَرَجُلٌ قَمَشَ cəhlən. Bütün nadanlıqları özündə birləşdirən adamdır. Mudi'un fi cuhalil ummə. O şəxsdir ki, elə insanların arasında, cahil insanların arasında hərəkət eləyir və sürətlə hərəkət eləyir. Adin fi əğbaşil fitnə. Bu fitnə girdabında, fitnə qopartmaq üçün çox tələsir, çox təlaş eləyir, çox səy göstərir və həddini aşır. Amin bima fi aqdil hudna. Amma hidayət yoluna gəldikdə isə bu körlaşır. Yəni insanları hidayətə heç vaxt dəvət etmir. Qad səmmahu əşbahun nasi alimən və leysə bihi. İnsana bənzər məxluqlar, belə deyək də, özünü insan hesab edən şəxslər və insan kimi görünən adamlar onları bir alim hesab eləyər. Amma onlar alim deyirlər. Biz demək olar ki, 2 bəs ya 3 bəs elə bu cümlələr, bu kəlmələr haqqında danışmışıq. İstəyirəm, əgər əlavəniz varsa burada, elə əlavələrinizi eləyin, sonra ardını inşallah başlayalım. Bismillahirrahmanirrahim və bihi nəstəyin. Allah Teala'nın salavat salamı olsun Peyğəmbər və əhl-i beytinə, möminlərə inşallah. Hacı, bu axırıncı sözümüz keçən dəfə əmin bima fi əqdil hudnə, o sülh, barışıq, bu yerlərdə kör insanların deməli olar ki, rahatçılığı tərəfdə bu adam kördür, yəni hərəkət eləmir. Yuxarıdakı cümlələrdəki dedi, mavzə fi cuhalul ümmə, ümmətin cahillərin içərisində hərəkətlərdir, adin fi əğbaşil fitnə. Hətta o fitnənin qaranlığında biraz da sürətlənir. Elə bil, biraz üzdə normal hərəkət edir, amma dərinə getdi, biraz da sürətlənir. Elə bil, məsələn, belə deyək də, bu adam, bunun qidası üzdə olan elə yüngül isə. Amma o qidanın içinə düşəndə, sürə dolu olanda da orada dayanmadan başlayır hərəkət eləməyə. Bu fitnə fəsad insanın özünə qida çəkir də. Bu əməllər, ibadət, itaət, gözəl əxlaq, bunlar hamısı bizim ruhumuzun qidasıdır da. O ruhunun qidası ki, mənfi şeyə çevirir, yüngül olanda, elə bil hələ təzə, belə də xaladın olanda elə yüngül yeyir. Amma elə ki, onu belə əsl çatdı o ürəyi istəyən yerə də orada sürətlə hərəkət edir. Təbiidir ki, bu adam bu biri mərhələlərdə tam bunun əksinə olacaq. Məsələn, bir adam ki, davakardır, o belə rahat, elə şeydə bazarı işləməyəcək. Məsələn, bir adam ki, yalan danışandır, o düz danışanlar ona sərf eləmir. Yaxşı, ya etiraz edəcəklər, ya qarşısını alacaqlar. Hətta məsələn, o adam o yalan danışan olanda, heç orada o kəllələşməsələr də, toqquşmasalar da, düz danışmaqdan ki, bunun xoşu gəlmir, bazarı tutmayacaq. Dedim, mənim işim var, durub yedim evə məsələn. Sabah tez duracam, qoy, o başdan yatım. Amma gedmir, yatmağa gedir, o özü üçün auditoriyaya yığmağa, özü üçün adam. O bazarı onun deyil. Bir ki, bunun yalanını bilirlər, allanmayacaqlar, bəli, allanmayacaqlar, bəli. Ona görə bunların əks tərəfində bunlar təbiidir ki, narahat olacaq. Burada da görürüz, həmin sözü deyirdi. Cəhalət olanda, fitnə olanda bu sürətlə hərəkətdədir. Amma o yerdə ki, insanların rahatçılığı var, insanların ondan sonra necə deyim, sülhü var arasında, insanların arasında səmimiyyət var. Əmin,
Kördür bu adam. Həm adamdır, dərinə kördür. Yəni bu şeyləri bu gözü görmür. Bu şeyləri gözü görmür. Niyə? Çünki bunun daxili ilə bunlar üst-üstə düşmür. Sonra gəlir ki, həmin qəd səmmahu əşbahunnas alimən və leysə bi. İnsanların əşbahunnas, yəni insanı oxşayanlarla. İnsanı oxşayanlardan da məqsəd budur ki, yəni özlərini daha yüksək insani keyfiyyətdə göstərmək istəyənlər. Daha çox mədəni, daha çox savadlı, bu cürə. Xüsusən də məsələn bəzi mövqelərdə. Məsələn adam içində danışanda elə danışır, bu yana ki sən kimi o əksidir. Efirdə görsən belə gözəl danışır, bu yana keçir əksidir. Məsələn bunun özünə lazım olanda bu formada olur. O sərf eləməyəndə tez formasını dəyişir. O buna deyir əşbahunnas. İnsanı oxşar. İnsanı oxşar onu təhqir mənasında demir. Onun ünvanını deyir. Onun ünvanını deyir. Ki bunu alim adlandırırlar. Amma bu alim deyir. Ancaq biz deməli hacı, bu şəxslər, bu əşbahunnas ya əgər aldanmışlardısa, bunun yalanlarına aldanıblarsa, belə çıxır ki, yəni onlara əşbahunnas demək biraz çətindir. Çünki bu adam ki aldanıb da, yəni aldanıb nə mənadır? Bu adam yalanları ilə onun Hacı burada söhbət fikrini... əşbahunnas o adamın öz sifətidir. Bu bizim danışdığımız mənfi obrazın sifəti deyil. Bir dəstə insanlar bunu alim hesab edirlər. Həmən əşbahunnas, həmən o bir dəstə insanlara deyir də həzrət. Deməli, belə çıxır ki, o siz dediyiniz kimi, onlar heç də aldanmışlar yox, onlar məqsədi yönlü şəkildə onu alim adlanmaz deyir də, insan numalar, özlərin insan kimi göstər, yəni o həqiqi insan kimi, həqiqi əxlaq sahibi kimi göstərənlər buna alim hesab edirlər. Deməli, müəyyən hədəfləri var. Görürlər ki, bunu qabağa versək, bunu alim kimi göstərsək, qəd səmmahu. Bunu alim adlandırırlar. Yəni, bunlar bir dəstədir, bunlara bir qabaqcıl lazımdır. Bunlara bir nəfər lazımdır ki, öz hədəflərinə çatsınlar. Bu, müştərək iş görürlər də, şəriklik edirlər. Çünki bəziləri elə bilər ki, həzrət, məsələn də o hansı ki aldanır, insanların səmiyyətinə inanır, aldanır. Onlardan getmir. Söhbət onlardan gedir. O adamlardan gedir ki, məqsədi yönlü şəkildə. Əşbahunnasın elə mənası o siz deyəndir. Əşbahunnasın mənası budur ki, bu məqsədi yönlüdür. Məsələn, mən allanmışam, heç məsələn, allanana İslam baxmır ki. Hidayət elə. Hidayət elə deyir. Hətta bəzi halda günahkarın özünə. Həzrət Rəsulullah deyir, mən gəlməmişəm qarğış eləməyə. Deyir, mən gəlməmişəm qarğış eləməyə. Mən gəlmişəm əksinə rəhmət gətirməyə. Bizim bir dostumuz var idi. O deyirdi ki, məsələn, o adam ki, görsən, çıxıb evindən pencəyinin boynu belə qatdağıdır, məsələn. O deyir, özü bir növ məzlumdur. Ona baxıb gülmək lazımdır. O məzlumdur. Məsələn, yaşlı adam deyirdən çıxanda buna evdəkilər bir baxmalıydı da, bu yaşlı adam da fikir verməyib filan bəsiməkən. Onu lağ eləyib gülmək lazımdır, onu lağ eləyib gülmək. O günaha o cürə düşənləri İslam icazə vermir lağ eləməyə. Ondan sonra məzəmmət eləməyə. Bu bilməyib, başa düşməyib. Onu başa salmaq lazımdır, izah eləmək lazımdır. Amma bu ki, əşbahunnas deyir, özlərin gətirib o həqiqi insanların yerində oturdanlar buna deyirlər alimsən sən. Bu da ona xoşuna gəlir. Bir-birindən də müştərək istifadə edirlər hədəflərinə çatmaqdan ötürü. Çünki bir dəstəyə bu lazımdır, çıxsın qabağa. Keçən dəfə də dedik, bu deyəsən elə mövzumuzdaydı. O bir nəfəri özün peyğəmbər elan eləmişdi. Başına da bir xeyli adam yığmışdı. O Allahın həqiqi peyğəmbəri ilə bu rastlaşandan sonra ayıldı. Sonra bunlara imkan vermədi ona. Gündə döyə-döyə gətirirdilər, çıxardırdılar ora. Niyə? Çünki bunların bu boyda, o necə deyim də, təşkilatları dağılır. Bu boyda işləri, mənafeləri, maddi mənafeləri təhlükəyə düşür. Muxtarın filmində də oxşar bir səhnə var. Rüfa İbn Şəddad o aldanır, Muxtarın əleyhinə gedir,
İmam Hüseynin qatilləri ilə birləşir Muxtarın əleyhinə. Amma Muxtar vəziyyəti ilə qurur ki, onlar iş üzlərini göstərirlər, artıq haqq eləyirlər ki, onlardan qisas alınsın və qisas alındıqda bu ayılır. Bəli, bəli. Ayılır, amma indi o səfini dəyişdirin, cərgəsini dəyişdirsin, gəlsin möminlərə qoşulsun, həmən insanlar onu öldürürlər. Yəni biz sənə aldanmışıq, səni vermiş qabağa, sən bizim böyümüzsən, indi sən bizi tərk edib getmək istəyirsən, yox, gedə bilməzsən. Bunun qanunu budur, bu cürədir. Deməli, onlar heç də onu istəməyiblər. Əslində, məqsədləri üçün ona... Cəmiyyətimizdə, keçmişdə, indi və bundan sonra da o şeylər çox var və olacaq da. Heç məsələn, onu heç hörmət də eləmirlər. Üzünə salam, əleykim salam, ondan sonra sən yaxşı olansan, yuxarı başda otur, ondan sonra çıx qabağa, sən danış, ondan sonra get orada, məsələn, belə elə. Əslində, heç belə də daxildən heç bağlantıları yoxdur. Niyə? Çünki bu gün onlara sərf edir. Əgər bir gün onların dediyini deməsə, elə başqalarına münasibəti necədir, orada da elədir. Bu, özü də böyük xəstəliklərdəndir ki, Əli əleyhissalam onun sifətlərindən danışır ki, o ikinci dəstənin ki, bu da bu cürədir ki, nədir? Bunu bir dəstə adam alim hesab eləyər. Bu da nədir? Alim deyil. Alim deyil. Bu da alim deyil. Və bunun da özünün ardıcan bir şey gələcək. Təbiidir ki, ikinci mərhələ gələcək. Biz bayaq mütaliə eləyirdik o Nəhcül Bəlağanın 80-ci xütbəsində cümə xütbəsindən ötürü orada mərhələlərlə Əli əleyhissalam sayır. Ki, məsələn, orada belədir ki, deyir, bu özün gələr bir mərhələyə satar ki, özün alim hesab eləyər. Orada da mövzu bu idi. Alim hesab eləyər. Təsəmmə alimən. Təsəmmə həmin təfəül babındandır da. Yəni, özün alim kimi bilər və leysə bir. Amma döyür. Yaxşı, o mərhələlərdən neçə günahdan sonra gəlir, çıxır, özün alim hesab eləyir. Onun da fəsadı var. Məsələn, biz cəmiyyətdə görsək ki, bir nəfər gəlib özün müəllim hesab eləsə, başlasa müəllimlik eləməyə insanların bildiyi, cəmaatın uşağını nə günə qoyar? Bir adam özün gəlib həkim kimi görsə və başlasa cəmaatı müalicə eləməyə nə qədər insanların ölümünə səbəb olar. Bunlar belə də, məsələn, insan elmsiz olsa, cahilliklə elmsizlik çox yerdə fərq edir. Cahillik ayrı şeydir, elmsizlik ayrı şeydir. Avamı ayrıdır, cahil ayrıdır. Yaxşı, orada indi ola bilər biri yazıb poza bilmir. Gəlin, məsələn, avtovağzala getmək istəyir, məsələn, öz rayonuna. Oxumasa birinə deyəcək ki, görün, məsələn, Gəncə avtobusu hansıdır? Baxacaqlar, üstünə oxuyacaqlar, deyəcəklər. Biz o Sovet hökumətinin vaxtında ki, yaşlılar oxumamışdılar. Məsələn, mənim özümdən dəfələrlə soruşurlar. Ay bala, gör, filan rayonu ya filan kəndin avtobusu hardadır, bir dənə oxu de, məsələn. Bu, heç nə, bir nəfərdən cəmi soruşur, oturur maşınla, marşrutuna gedir, çıxır mənzil başına. Yaxşı, bu burada mümkündür. O avamlığın da o dərəcədə ziyanı yoxdur. Yaxşı, adam məsələn riyaziyyat bilməz də. Yaxşı, amma burada ki, adam məsələn müəllimliyə qoydu, özün müəllim yerinə qoydu, özün gəldi, milləti savadsız elədi, birindən soruşar. Həkim yerinə qoydu, özün gəldi, milləti xəstəliyə saldı, bir başqası gəlib onu müalicə eləyə bilər. Yaxşı, ya yaşayar elə, xəstəliklə, biraz çətinliklə yaşayar. Amma bu gəlib özün alim, özdə burada alim əsasən dini alimlə gedir söhbət ki, bu ibarətlərdə çoxunda. İnsan gəldi özün dini alim, din mütəxəssisi yerinə qoydu. Halbuki mütəxəssis deyir. Bu bir vaxt bunun o ətrafında olan adam, bunun topladığı adam, yanındakından avtobus marşrutun adını soruşa bilməyəcək. Çünki o marşrut elədir ki, onu özün oxumalısan. Başqası onu sən üçün oxuya bilməz. Vaxtında düzün tapmalıydın, haqqı tapmalıydın, haqq əhlini tapmalıydın, nə olmalıydı? O sənə öyrətməliydi. Amma indi bu mərhələdə gəlirsən, belə deyək də, avtovağzalda, o səni heç kim onu, bərzaqda heç kim sənin o gedəcəyin marşrutu oxuyub
deməyəcəksən, gərək onu neyləsən, özün oxuyasan, o savadı da buradan aparmalıydın. Burada yığmalıydın onu, toplamalıydın, vəzifən buradaydı. Sənin ağlın var idi, yeməyin yaxşısını seçirdin, paltarın yaxşısını giyirdin, maşının yaxşısını minirdin, yerin yaxşısında otururdun. Ondan sonra maddi şeylərin hamısının yaxşısından istifadə edirdin. Nətər oldu alimə gələndə, müəllimə gələndə, mənəvi məsələlərə gələndə onu seçə bilmədin. Nə bəhanəsi yoxdur ona. Allah ağıl verir bax. İn təttəqullah yuallimukumullah. Təqvalı olsunuz, Allah sizə öyrədəcək. Allah sizə o qüvvəni verəcək ki, siz haqla batil arasındasınız. Amma o məsələdə çalışmamısan, sabahda qalmısan ortalıqda, qəbirdə, bərzəx aləmində, hətta dünyada görsən olar. Bəs o, Həzrət ki buyurur, bu adam, bir dəstə adamlar bunu alim hesab eləyərlər, çıxardarlar, deyərlər, sən alimsən, gedəndə bir yeri özləri ilə apararlar belə kəş-kəşanla, şümrü meydana gətirən kimi, sonra da belə, mümkündür o alim hesab olunan özü dərk eləməsin. 100% amma bunun alim hesab eləyənlər bilirlər bunun başına nə papaq qoyublar. Yaxşı? Təbiidir ki, ondan sonraki mərhələ gəlib odur ki, Həzrət ona işarə edirdi ki, deyir, bəkkərə, fəstəksərə, min cəm'i, ma qəllə minhə xeyru min ma kəsrə. Təbii surətdə bu belə olmalıdır. Yaxşı? Arı sancdı, əli şişəcək. Elə deyir, əziyyət verir. Ağcaqanad dişlədi, qaşınacaq. Ola bilər, bir adamın əli məsələn ağcaqanad dişləsin, o qaşınmasın. Bunu ya keylənib, ya da ki, nə bilim, artıq söz deyə bilmərəm. İndi bax, bu mərhələlər keçdi, gəlib bax, bu mərhələyə çatacaq. Tərcümə edin. Bəşşərə, bəkkərə, vəstəksərə min cəm'i ma qəlləmunun xeyrun mimma kəsir. Bu adam sübh eləyəcək. Bəkkərə, yəni başlayacaq. Başlayacaq. Yəni səhərini başlayacaq. O şeyin çoxlu yığmağa ki, onun ziyanı xeyrindən çoxdur. Onun çoxu ziyanlıdır. Bəli də. Azı yaxşıdır da, çoxu yaxşı deyil. Topladığı şeyin ziyanı xeyrindən çoxdur. Onun çoxu bir şey deyir acı o. Ki, məsələn, bu çox olanda xeyirlidir, az olanda ziyanlı, ya az olanda xeyirlidir, çox olanda deyir. Ümumiyyətlə, bunun topladığı şey, hamısı ziyandır. O xeyir bir şey toplamayıb. Yox, Hacı, buyurur ki, fəstəksərə min cəmin, ma qəllə minhu xeyrun mimma. Bunun azı çoxundan daha xeyirlidir. Daha xeyirlidir. Yəni, bu olmasaydı əlaydı. Bu nə qədər az olsaydı, o yaxşı idi. İndi bu nə qədər az olsa, yaxşıdırsa, deməli, olmamağı daha yaxşıdır da acı. Olmamağı daha yaxşıdır. Məsələn, fərz edək ki, mən deyirəm ki, belə də bu əlimə bayaqdan elə bu misalı vurmuşuq da, əlimi qoymuşam ortalığa. Bu əlimə, məsələn, bu həkim deyir ki, bu biraz az olsaydı daha yaxşı idi. Sənə nələrsə dəyib əlimə, nəsə bir mikrob düşüb. Həkim deyir, məsələn, 2 gün tez gəlsəydin, bu qədər çoxalmasaydı daha yaxşı idi. Bunun mənası bu nə idi? Bunun mənası budur ki, bu olmasaydı lap əla idi. Olmasaydı lap əla idi, çəkimə də gəlməyəcəkdir. Bunun sübhü açılır, yığır, çoxaldır, toplayır. O şeyləri ki, onun azı çoxundan daha xeyirlidir. Olmamağı laf çox xeyirlidir. Yəni, fitnədir də. Adamın fitnəsi olmasa əladır, gərək də olmaya. Adamın günahı olmasa əladır, gərək də olmaya. İndi hərz eləyək ki, mən çox günah eləyim, az günah eləyim. İnsan onun qarşısında işdə qalsa ki, Allah deyir, ola bilməz insan onun qarşısında qalsın. Düzdür, bəzən insan 2 dənə işin qarşısında qalır, həm mühüm eləyir. Məsələn, başqasının həyətinə girmək icazəsiz olmaz. Amma görürsən, qışqırır ki, ay kömək eləyin, kömək eləyin. Ya, məsələn, o ev yəsi olsa elə onu icazə hesab eləmək olar. Məsələn, başqası da ev yəsi deyir ki, onun həyətində qışqırır ki, öldüm, kömək eləyin. İndi sən fikirləşirsən, burada başqasının həyətinə girmək icazə olmaz. Amma bunu da
şeydir də, İnqazul qəriq şeydir də, Daha vacibdir. əhəmiyyətli, daha vacibdir. Qərq olana nicat vermə. Ona görə burada sən o mühüm eləyirsən, onun həyətinə girirsən, icazəsiz girirsən, bir də insanı xilas eləməkdən ötürü. Bu belə. Amma 99% bizim elə bil seçim qarşısında qalmırıq günahın çoxunu məsələn eləməyək, heç olmasa az günah eləyək. Yox, biz elə zaten günah eləməməliyik. Allah proqramımızı elə qurub, həyatımızı elə yaradıb, qanunumuzu elə göndərib, heç kimin əlində günah eləməyinə əsası yoxdur. Adam haram yeyir. Nə dəlil gətirə bilər ona? Haçan öldün ki, sən üzü qibliyyət döz. Şəriət əslən, bilirsiniz də bir vaxt gəlir məsələn, haram şey insana halala çevrilir. Məsələn, ölü əti. Məsələn, ölmüş bir dənə qoyunun əti. Yaxşı, onu yemək haramdır, elə deyil. Amma insan gəlib, məsələn, bir vəziyyətə qalıb, yeməsi öləcək. Əkli meytə deyirlər də ona. İndi o dünənləri, 2 saat bundan qabaq, 10 saat bundan qabaq, o ətdən yemək buna haram idi, haram deyirdi. İndi caiz oldu, olmadı. İcazəli oldu da, ay sağ ol. Bax, görürsə, Allah Taala insan gəlib, məcbur olanda özü caiz eləyir ona. Ki, da bu bəndə haram yeməsin. Özü başdan deyir, əgər o vəziyyətə gəlib, gör Allah nə qədər mehribandır da insana. Nə qədər çox istəyir insanı. Həyat ondan önəmlidir. Gör, bədbəxt insanda Allahdan nə qədər uzaqdır. Allahı nə qədər, məsələn, başa düşmür, dərk eləmir. Adama biri, məsələn, gedirsən, görürsən, yaxınlaşırsan, sigaret yandırmağa bir şeyin var, çağırırsan, məsələn, zajqalkanı bir dənə çıqqı elədin, yandırdı. 3 dəfə sənə deyir, sağ ol. Allah bu boyda dünyanı yandırıb bunun üçün. Günəşi, ayı, bu boyda şeyləri, bu təbiəti, nemətləri. İnsan görürsən, bədbəxt olur. Bir də sigaretin yandırıb, ona ziyan verən adam əslində ziyan verir də. Ona çox sağ ol deyir. Amma günəşin çıxardan varlığa, buna bu qədər enerji verən, bu qədər, məsələn, güc verən, həyat verən, ona bir dəfə sağ ol demir. Allah deyir, mən qoymayacam sən günah eləməyə. Amma şərti nədir? Şərti budur ki, sən istəmə günah eləməyi. Sən günah eləməyi istəməsən, mən qoymayacam sən günah eləmə. Ay Allah, ölürəm mən, meşədə qalmışam, çöldə qalmışam, yeməyə də heç nə yoxdur. Burada bir dənə ölmüş qoyun var, sən də onu yeməyə nə eləmsən? Haram eləmsən. Allah deyir ki, mən onu sənə halal elədim. Ye bitkə. Ye bitkə ölmə. Allah insanla rəftarı bu cürədir. Onu demək istəyirdim ki, insan heç yerdə günah eləməyə məcbur deyil. Heç yerdə günah eləməyə məcbur deyil. Və insanın bütün şəraitdə ibadət eləməyə imkanı var. Bütün şəraitdə ibadət eləməyə imkanı var. Gedə, nə bilim, otura, uzana. Bəli. Yəni, o yerdəki insan ibadət eləyə bilmir. Orada da Allah ondan ibadət istəmir. Qoca kişidir, oruç tuta bilmir. Ana da uşağa süd verir, çətinliyi olur. Özdə, məsələn, qoca kişidir, dözə bilmir. Deyir, tutma. Ana da uşağa süd verir, demir, dözülməzdir. Ana məsələsində, süd məsələsində deyir, çətinlik olsa, dözülməz demir orada. Yəni, bir çətinlik olsa, ya uşağa, ya anaya, deyir, tutma. Ondan sonra başqa-başqa hadisi misallarda desin. Amma namazda bu da yoxdur, bu güzəşt də yoxdur namazda. Namazda hər var, ayaq üstə qıla bilmirsən, oturduğun yerdə, uzandığın yerdə qıl. Səfərə gedirsən, işin çoxdur, deyir 2 rəkat qıl, 4 rəkat qılma. Niyə niyərlər adam üçün? Vallahi elə bilməsən, biri sənə 1 milyon pul verib, hissə bağışlayır onu, bağışlayır. Axırda deyirsən, heç olmasa 10 manat ver qoy, bilim ki, verdin. Məsələn, gələn dəfə almağa bir belə də bir əsas olsun belə. Budur, Həzrət deyir, yox, bu dəstdir, bu adam gəlib bir yerə çıxıb, nədir? Səhərdən axşama qədər o qədər şeylər yığır. O şeylərin də azı çoxundan yaxşıdır. Amma olmasa nədir? Daha yaxşıdır. Və davam deyirdi acı bu yenə. Hətta izad. İrtəva min main acinin və stəksərə min qeyri tailin. Tain ki, gəlir bir yerə çıxır ki, bu adam iyilənmiş sulardan içir. Yəni, əslində o qədər yığır. Təbii, bəli. Sonra gəlir, iyilənmiş su içir. İyilənmiş sudan da məqsəd bütün pisliklər və
o insana layiq olmayan əməllər mənasındadır. Və Əli əleyhissalam Nəhcül Bəlağada cəhalət dövrünə işarə eləyəndə orada deyirdi ki, siz iylənmiş sulardan içirdiniz. Tikanlı yerlərdə gəzirdiniz. Daşdıqlarda yatırdınız, ya əksinə, daşdıqlarda yatırdınız tikanlı yerdə. O məcazi mənada deyil, o həqiqi mənadadır. Ərəblər dəvəni salırdılar, buradan su içirdi, dəvən peynin tökürdü, su içə-içə. Bunlar deyil, oradan içir. Yıxılan, çıx yuxarıdan 2 metrə oradan içdi, yaxşı. O həqiqidir. Amma burada o iylənmiş sudan məqsəd nədir? Yəni bu pisliklər, gözəl əxlaq. Kəlimətin təyyibətun, kəşəcərətin təyyibə, əsluha sabit və fər'uha fissəma. Yaxşı, burada da həmin o gözəl əxlaq var, gözəl kəlmə var ki, əsli sabitdir, budaqları göydədir. Onlar qala-qala, bu gedib şeytani sifətlərdən götürüb istifadə edir. Adam birin pis deyir. Pis adamdır. Niyə? Deyir, belə xasiyyəti var. Özündə ondan çoxdur. Allah yüzdə lənət eləsin. Niyə filan şeyə görə? Özü yeziddir, belə deməli, pis adam da pis adamları xoşlamır. Təbii, bəli, təbii. Əgər sən pisi xoşlamırsansa, mən niyə özüm pisəm məsələn? Yaxşı, özüm pisəm. Bu da təbiidir ki, mərhələ gəlir. Həzrət buyur ki, hətta gəlir, o iylənmiş sudan doyunca içir. İylənmiş sudan doyunca içir, yəni o rəzail əxlaqı, xoşa gəlməz işləri, insana yaraşmaz şeyləri həddindən artıq gətirir çıxar. Bir adam bir dəfə məsələn bilməz zarafat eləyər, bir dəfə bilməz özünü pis aparar məsələn. Yaxşı, bunlar amma bu yox, bu tezdən axşama qədər bundan yaşayır. Tezdən axşama qədər bundan yaşayır. Və təbiidir ki, dediyimiz kimi, daha o əvvəldə işarə elədik, bir şey öz həddində qalanda, bir yerdə, o görsən, bayaq orada, o 80 neçənci xütbədə var idi, insan özün alim bilir, elə orada da dayanır. Yaxşı, ona mən misal verirdim, adam öz ahirətin öz dünyasına satır, cəhənnəmə. Özün bilərsən, get. Adam öz ahirətin başqasının dünyasına satır. Yəni, Həzrət Peyğəmbər deyir ki, ondan da pisdir də. Orada da yenə öz ahirətini satır da. Öz dünyasını. Birində öz dünyasına satır. Birində də öz ahirətin başqasının dünyasına satır. Yenə özü bilər. Amma orada mövzu bundan gedirdi. Adam gəlib bir yerə satıb, özü çıxıb özlüyündən. İnsanların bir-birinin, ahirətin bir-birinin dünyasına satır. İnsanlar, məsələn, o birinci, mən öz ahirətimi öz dünyama satdım, ahirət aldım. Dünya aldım. Mən əcəb elədim, ahirətimi satdım, kiməsə dünya verdim. Amma bir də var, mən durmuşam kəndin ortasında, elə çatana bir zərbə, çatana bir zərbə, çatana bir yara, çatana bir ləkə. Burada mən yığmışam, insanları yığmışam, gətirmişəm, aparıram, bunların ahirətini satacam, kimlərəsə dünya düzəldəcəm. Həzrət deyir ki, o anında, Həzrət də deyir, belə də baxanda bu hamısından pisdir. Əslində, o ki, vəylul likulli humazətin lumazə, özə əlləzi cəməə malə və əddədə. Elə bunun bir timsalıdır da. Vay olsun, dalda qeybət edib, üzdə tənə vuranların halına. Onun bu halı səbəb olub ki, o mal toplasın və özü də ki, onun hesabını da dəqiq bir və əddədə. Paxıllığın əlamətidir də bu. Yəni, cəmləyir, toplayır, heç kəsi də paylamır. İndi deməli, bu əslində bu şəxs, bunun bir nümunəsidir də. Bu adam kimə çatdı? Tənə vurur. Arxadan qeybət eləyir. Abur aparır, tənə vurur. Bəziləri elə bilir ki, məsələn, mən sözü üzə deyirəm.
Sözü üzə deyirsən, hansı sözü üzə deyirsən? Haqqı deyərsən özün. Bir var ki, sən normal şəkildə birini hidayət elə, nəsihət elə, xeyrini istə. Bu bəli bu. Amma bir də var ki, sən götürəsən, tənə eləyəsən, Sözü üzə deyib ağırını aparırsan. Təhqir eləyəsən, onu pisləyəsən. İndi o gizlində bir şey eləmişdi, cəmaat bilmirdi. Sən gəl onun üzündə cəmaatın ara. Bu da onun nümunəsi. Bir də hacı, məsələn, Əbu Ləhəb məsələsi. Lənətullah. Quran-ı Kərim yeganə şəxsiyyətdir ki, onun adını çəkir. Yəni 2 nəfərin adını çəkib, Nuzul əsrinin adamlarından. Biri Əbu Ləhəbdir, biri də Zeyddir ki, o Zeyddə nə təriflənir, nə tənqid olunur. Amma Əbu Ləhəb lənətlənir. Təbbət yəda Əbi Ləhəb. Peyğəmbərin əmisi idi. Amma o işi gücü nə idi? İşi gücü elə insanları Peyğəmbərdən ayırmaqdır. O ayaqdızı insanların deyir, ahirətini satır kiminsə dünyasına. Məsələn də kimlərsə lider olsun, təki Peyğəmbər olmasın, inkişaf eləməsin, Allahın dini yayılmasın. Özü çox həssas yerlərdə olur da. Məsələn, Həzrət Peyğəmbər gəlirdi, çıxdı Əbu Qübeys dağının üstünə. Ərəblərdə, indi onu bilirsiniz, adət idi. Bir düşmən gələndə falan da çıxırdılar o dağın üstündən, elan edirdilər ki, təhlükə deyib qışqırırdılar. Həzrət Peyğəmbər getdi, çıxdı ora. Təhlükə dedi, qışqırdı, cəmaat hamısı yığışdı. Dedi, mən indi desəm ki, buradan bu üzdağın bu üzündə düşmən gəlib, əllərində od sizi yandıracaq, inanacaqsınız bizə. Mənə dedilər, bəli, sən əminsən, biz səni əmin, heç vaxt yalan danışmamısan, heç vaxt allatmamısan. Dedi, baxın, mən sizə deyirəm ki, milyon dəfə o düşməndən artıq bir cəhənnəmin üstündə dayanmısınız. Düşmən hələ dağın bu üzündə ola bilər. Siz cəhənnəmin üstündə, kuntum əla şəfa hufrətin minənlər. Cəhənnəmin üstündə dayanmısınız. Batırsınız, o çox deyir təsir elədi ərəblərə, Məkkə cəmaatına. Demək olar ki, daxildə hamısı dönmüşdü. Elə bir qalmışdı, iqrar eləyərlər, Əbu Ləhəb məlun çıxdı, bütün o şeyin hamısını pozdu. O da ki, bəzi insanın cinayəti cəzası ilə bilinir də. Özdə cəza da adilin tərəfindən veriləndə, Allahın tərəfindən veriləndə. Görürsən, Allah kimi Rəhman, Rəhim, Ərhəmər, Rahimin, Qəfur, Vədud, Mehriban, bu cür Allah deyir, təbbət yədə Əbi Ləhəb. Və təbb bağlansın və hər nədən əli kəsilsin. Yəni bundan da sonra ma'əğnə maluhu və ma kəsib. Bundan da sonra heç, yəni Əbu Ləhəb də İslam da gətirsəydi məqbul deyir, elə deyir. İslam, bu da Peyğəmbərin və Quranın möcüzəsidir ki, bu şəxs barəsində əvvəlcədən dedi ki, bu adam cəhənnəmlikdir, İslamda qəbul eləmədi. Bəli, bəli. Yəni bir adam məsələn də ən azı Peyğəmbəri yalana çıxartmaq üçün məsələn də yalandan məsələn İslam iddiası eləyər. Deyər ki, mən də müsəlman oldum. Nədir məsələn Peyğəmbər və Quran yalana çıxsın. Heç onu da eləyə bilmədi. Bəli, bəli. Bir də ki, hacı məsələn ətraf qəbilələrdən gəlirdilər Peyğəmbərlə görüşmək üçün. Qıraqdan qohum olmayan insanlar Peyğəmbər barəsində hansı bir pis söz deyəndə təsir eləmirdi adama. Amma özününki əmisi gəlir deyir ki, mənim evimdə mənim əlim də böyüyür, bu adam dəlidir, bu adam nəuzubillah, yəni ruhi xəstədir filandır. Onlar çəkilirdilər, çıxıb gedirdilər. Çünki adamın əmisi adamı daha yaxşı tanıyır da. O tərəfdə elə onun təbbət yədə Əbi Ləhəbin də bir səbəbi də mümkündür bu olsun ki, özgələr Peyğəmbərin barəsində bu sözü desəydilər, bəlkə də qəbul eləməli, don gezdirməli olardı ki, indi məsələn də biz gündə bir dəfə görmüş, yox, hələ arası yox. Biz yaxşı tanımırıq da, bir gündə bir dəfə görmüşük, ya həftədə bir dəfə görürdü. Amma məlum bu ki, sənin evin içində idi. Bu sənin evin içində idi, bu sənin gözünün qabağında idi. Sən bilirsən ki, bu nədir? Bu kimdir? Bunu sən viladətindən ta bu 40 yaşı ki Peyğəmbərliyə məbus olub, bu sənin qardaşın oğludur, gözünün qabağındadır da. Sən o biri uşaqlara nisbət, o biri uşaqlarıza nisbət, o Məkkənin başqa uşaqlarına nisbət, bunun fərqini əvvəldən axıra qədər görmüsən. Yəni, bilirsiniz də, bəzi adam ki var, o hidayət olmur pisliyindən,
Məsələn, Həzrəti Peyğəmbərin hidayətində, insanların hidayətində, yəni Həzrəti Peyğəmbərin cəmaatı hidayət eləməyində, Həzrəti Peyğəmbərin Məkkə cəmaatının içərisində olmağının da bir xeyli təsirləri oldu. Məsələn, Peyğəmbər danışanda bir dəstə fikirləşdi ki, yox, bunu biz 40 ildə yalan görməmişik. Peyğəmbər məsələn danışanda dedilər, yox, bu əmindir. Bizə xəyanət eləyib, xəyanət tək malı yemək deyil ki. Bizə xəyanət eləyib, bu qədər bütdən, bu qədər Allahdan bizi ayırıb, aparıb, tək Allahın tərəfinə çıxartmaz. Yaxşı, bu şeylərin hamısı o yeri vardır, ürfümüzdə də var, təsir edir. Filan kəs necə adamdır? Əlbəttə, indi çox o meyyar olmayıb, da itib o köhnə meyyarlar, zən deyirlər, halal adamdır. İndi deyirlər, yeyib içən adamdır. Yaxşılığın, fəzilətin, üstünlüyün büyünər o teorisi, yeyib içəndir, nə bilim, nədir filan. Amma qədim deyir, necə? Namaz qılan da, oruçdan da, halal çörək yeyən adamdır, baş aşağı adamdır. Və keçmiş, biz uşaq vaxtı olanda bir adama dəyər verəndə bu sözlərlə dəyər verirlər. Amma indi yox, hələ iki dəfə çayxanada şot verib, olub yaxşı adam məsələn. Onda yox, onda deyirdi, birinci başda halal. Halal, bəli. Başını salıb bitki halal çörəyi. Bunu məsələn kimdir? Dədəsi, məsələn görürsən biri biraz şuluq olanda, deyir də buna baxa bu uşaq niyə belə oldu? Bunun atası rəhmətli, çox belə məsələn fağır adam idi, halal çörəyin yeyən adam idi, heç kimin malında gözü yox idi. Görürsən bu büyünlərdə bizim ürfümüzdə, yəni dünənə qədər işləyirdi, büyün işləməsiydi. Bunlar da hamısı Həzrəti Rəsulullahı görmüşdü, onun hamısından da çox Əbu Ləhəb görmüşdü. Yəni, yeri yox idi Əbu Ləhəb Həzrəti Peyğəmbərlə o cürə rəftar eləsin. Belə. Vaxtımız bitdi, təəssüflər olsun. Allah lənət eləsin Əbu Ləhəbə. Vaxtı qutardı. Amin. Çox sağ olun, Nazir. Təşəkkür edirəm. Mən də sizə təşəkkür edirəm. Allah inşallah bizi o cürə insanlardan uzaq eləsin. Amin. Amin.